Azərbaycanın gəmiləri Rusiyanın dünyada sanksiya altında olan neftini başqa ölkələrə daşıyırmış. Bu xəbər, bu məsələ ifşa olunubdur. Böyük Britaniyanın baş naziri səviyyəsində və Böyük Britaniya ilə Azərbaycan hakimiyyəti arasında narazılıq mı başlayır? Hətta Böyük Britaniyanın Azərbaycandakı səfiri bugün Azərbaycanın bir müxalifət partiyasının rəhbəri ilə görüşür. Bu, Azərbaycan hökumətinə öz narazıçılıqlarını bildirmək əlamətidirmi? Mübariz Mənsumov, Palmalı Şirkətlər Qrupunun rəhbəri andaman edir ki, o gəmilər artıq mənim deyil. Həmin gəmiləri mənim əlimdən İlham Əliyevin qızları alıbdır. Dəyərli dostlar, söhbət nədən gedir? Xahiş edirəm ki, videonu sona qədər izləyin. Olduqca mühüm məsələdir. Bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Deməli, Zəngəzur tankeri Rusiya neftini 3-cü ölkələrə daşıyırmış. Britaniyanın baş naziri Keir Starmer Rusiya neftini daşıyan 100-ə yaxın gəmini Rusiyanın kölgə donanması adlandıraraq onlara qarşı sanksiya paketi elan edib. Rusiyanın kölgə donanmasına Zəngəzur neft tankeri də daxil edilibdir. Bəs Zəngəzur neft tankeri, hansı ki Rusiyanın neftini, qara neftini başqa ölkələrə daşıyan bu tanker kimindir? Azərbaycan Xəzər dəniz gəmiçiliyinə məxsusdur. Bu gəmini Palmalı Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsumovun əlindən alıblar və Azərbaycanda daşımaçılıq, xüsusilə neft daşımaçılığı sahəsində çalışan gəmilərin %80-i Azərbaycan prezident ailəsinin qızlarına, Leyla və Arzu Əliyevaya məxsusdur. Mübariz Mənsumov deyir ki, o gəmilər artıq mənim deyil, əlimdən alıblar, Leyla və Arzu gəmiləri onlardadır. Gəmi əvvəlcə Zərifə Əliyeva, daha sonra Şahdəniz, ən sonda isə Zəngəzur neft tankeri adlandırılıbdır. Zəngəzur tankeri barədə Britaniya hökumətinin rəsmi saytında da yazılıbdır. Belə deyilir. Zəngəzur tankerinin məşğul olduğu fəaliyyətlərin məqsədi və ya nəticəsi Ukraynada sabitliyi pozmaq, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozmaq, təhdid etmək və ya Rusiya hökumətindən fayda əldə etmək və ya ona dəstək olmaqdır. Zəngəzur tankeri konkret olaraq Rusiya mənşəli neft və ya neft məhsullarının Rusiyadan 3-cü ölkəyə daşınması ilə məşğuldur. Və Böyük Britaniya hökuməti Əliyev hakimiyyətinə öz narazılıq mesajını da veribdir. Bildirib ki, bundan məmnun deyilik, hətta bir siyasi bir mesaj da veribdir. Bu günləri 13 may 2025-ci il tarixidir. Böyük Britaniyanın Azərbaycanda olan səfiri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə görüşübdür, səfirlikdə görüşüblər. Nə oldu? Aylardır, illərdir müxalifət yada düşmür, Azərbaycana demokratiya yada düşmür, insan haqları yada düşmür. Amma indi bu məsələ ortaya çıxan kimi Böyük Britaniya məhz Azərbaycan gəmisinin Rus neftini daşıdığına görə Azərbaycana narazıçılığını siyasi bir mesajla mı göstərir? Düşünürəm ki, bunlara ehtiyac yoxdur. Görüşsünlər, bəli, Azərbaycanda siyasətçilərə, müxalifətçilərə, azad mediaya dəstək olmalıdır. Qərb dövlətləri öz demokratik ideyalarının, yəni onlarda da, Qərbi Avropada da, Amerikada da demokratiya, insan azadlıqları var. Bizim kimi ölkələrdə də olmalıdır. Bunlara dəstək verməlidirlər. Bunlar öz yerində. Amma özlərinə sərf edən vaxtlarda ancaq bundan istifadə etmələrini doğru hesab etmirəm. Bu öz yerində. Dəyərli dostlar, çox mühüm hadisələr baş verir. İlham Əliyevin özünün də xoşuna gəlmir ki, Rusiya neftini daşısın. Əlbəttə, burada pul qazanır. Amma Əliyev burada pul qazanıb, amma Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə düşmən olmağı o gözə almaq istəmir. Və Putinlə narazıçılıqlarından da biri həm də budur. Putinlə İlham Əliyev arasında narazıçılıq var. Və bu narazıçılıq
Hətta səbəbdir, İlham Əliyev 9 mayda Moskvada gedib paradda iştirak etmədi. Təsəvvür eləyin, Putini gözü götürməyən və Ermənistanda Rusiya dayaqlarını məhv edən Nikol Paşinyan qorxmur, gedir 9 mayda qələbə paradında iştirak edir. Amma İlham Əliyev indiyənə kimi köləliyini edən, 2003-cü ildən bəri İlham Əliyevi hakimiyyətə gətirən, hətta onun atasını da hakimiyyətə gətirən KGB generallarının dəstəsinin üzvü olan Vladimir Putinə sədaqətini artıq tam yerinə yetirə bilmir. Çünki özünün hakimiyyətinin, özünün kəlləsinin getmə riski var. Dəyərli dostlar, baxın, İlham Əliyevə Putin təsir eləyir ki, Ermənistana qarşı təcavüz etsin. Yəni, Azərbaycan tərəfi, Azərbaycan ordusu Ermənistan ərazisinə girsin. Bunu hələlik İlham Əliyev etmir. Etməməlidir və etməməkdə haqlıdır. Burada, yəni, doğru iş görür, sözün düzünü demək lazımdır. Düzdür, təsirlər var, şoular yaradırlar, Zəngəzur söhbətləri və s. İlham Əliyev arada coşur, daşır, söz deyir, amma bu əməliyyat həyata keçirmir. Çünki bilir ki, bu həm Azərbaycanın özünə pisdir, həm özünün hakimiyyətinə pisdir. Amma Rusiya oradan təzyiq göstərir. Amma bunu yerinə yetirmir. Zəngəzur əməliyyatları aparmır, başqa məsələlərdə Ukraynaya qarşı müharibədə gizli, kölgəli İlham Əliyevin hakimiyyəti, İlham Əliyevin gəmiləri, İlham Əliyevin şirkətləri Putinə, Rusiyaya xidmət eləyir və amma ifşa olunurlar. Böyük Britaniya artıq Azərbaycanla tərəfdaş bir ölkə olan Böyük Britaniya öz narazılığını Əliyev hakimiyyətinə göstərir, deyir ki, sən Rusiyaya öz tankerlərinlə xidmət edirsən, kömək edirsən Ukraynanı işğal etməkdə. Və bunu İlham Əliyevin özü də istəmir. Və bəlkə də bu məlumatları elə açılmasını özü, Əliyev hakimiyyəti özü də maraqlı olubdur ki, açılsın bu məsələlər. Amma ki, Putinə o köləliyindən tam əl çəkə bilmir. Və İlham Əliyevə o qədər təzyiq eləyir ki, Putin birini yerinə yetirir, birini yerinə yetirməmək məcburiyyətində qalır. Amma Putin Əliyevdən hər şey etməyi tələb eləyir. Etmədiyi təqdirdə onu ölümlə təhdid eləyir. Bu dediyim sözlər, danışılan məlumatlar, inanın ki, siyasi dedikodu deyil, gerçəklərdir. Gerçəkləri görən siyasi şərhçilər, təhlilçilər də bunu görürlər və artıq indilərdə mənim aylar əvvəldən danışdığım şeyləri indilərdə danışmağa məcbur olurlar ki, bəli, İlham Əliyev qorxdu 9 mayda parada getməyə. Çünki onun təyyarəsinin qəzaya uğradılması ehtimalı riski var idi. İlham Əliyev həyat yoldaşı Mehriban Əliyeva ilə ora gedəcəkdi. Deyirdi ki, Əliyev Mehriban Əliyevaya deyib ki, bir yerdə gedək. Amma Mehriban Əliyeva getməkdən imtina eləyibdi. Belə olan təqdirdə İlham Əliyev getməyib. Bəs niyə İlham Əliyev Mehriban Əliyevanı da aparmaq istəyirdi parada, təyyarədə bir yerdə olsunlar? Çünki əgər onlar təyyarədə bir yerdə olsa, Putin onun təyyarəsini partlatmaz, qəzaya uğratmaz. Niyə? Çünki Azərbaycanda İlham Əliyevin alternativi Putin üçün Mehriban Əliyevadır. Mehriban Əliyeva Putinə xidmət edən Rusiya ilə bağlı ikinci qadındır. Bununla bağlı Rusiya patriarxı Kiril də Bakıya gələndə Mehriban Əliyevaya bir medal taxdı. Bu medal onu bildirirdi ki, artıq Mehriban Əliyeva Putinə xidmət edən qadınlardan biridir. Və Azərbaycanda bütün nazirliklərə Mehriban Əliyevanın adamları yerləşdirilibdir. Artıq bütün nazirlər, nazirlərin müavinləri %90 artıq Mehriban Əliyevanın kadrlarıdır. Mehriban Əliyevanın bibisi oğlu Altay Həsənovun təyinat tövsiyə etdiyi nazirlərdir, nazir müavinləridir, generallardır, xarici kəşfiyyat xidməti, dövlət təhlükəsizlik xidməti, artıq prezidentin təhlükəsizlik xidməti, Daxili İşlər Naziri Vilayət Evrazov belə Altay Həsənovla hesablaşıb 2019-cu ildə vəzifəyə gəlibdir. Baş prokurordur, hələ mən güc strukturlarını, güc nazirliklərini deyirəm, başqa yerdə qalan Mədəniyyət Naziri, İqtisadiyyat Naziri, hamı bilir ki,
bütün bu idarələr, nazirliklər Mehriban Əliyevaya bağlıdır. Yəni İlham Əliyev arada sırada Vladimir Putin arada sırada onun sözünə baxmayan bütövlükdə baxır demək olar ki. Amma bəzi tələblərini yerinə yetirməkdən boyun qaçıran İlham Əliyevi götürsə, öldürsə, aradan çıxartsa, fiziki məhv etsə, Mehriban Əliyeva onun yerində oturacaqdır. Ölkədə də heç bir şey dəyişməyəcəkdir. Hər şey yerində davam eləyəcək. Putinə 100%lıq köləlik olacaq Azərbaycanda. 100%lıq Azərbaycan bir quberniya olacaqdır. Putinin quberniyası, Rusiyanın quberniyası. İnsanlar, xalq ayağa qalxmayacaq, etiraz etməyəcək, narazılığını bildirməyəcək. Ya İlham oldu, ya Mehriban oldu. Nə fərqi var? Güya 2003-cü ildə hələ müxalifətin güclü olduğu bir vaxtda Heydər Əliyev getdi, İlham Əliyev oldu. Nə dəyişdi? Nə dəyişdi? Xalq üçün də heç nə dəyişmədi. O vaxtda da müxalifət biraz güclü idi, amma bütün xalqı ətrafında toplaya bilməmişdi. İndi nə olacaq? Müxalifət susmuş, tam zəif, gücsüz. İlham getdi, Mehriban oldu. Heç nə dəyişən deyil. Hələ cəmaatı deyəcək ki, Mehriban qadındır. Bəlkə cəmaatı gün ağlaya. Amma gün ağlamayacaqdı. Çünki eyni yuvanın quşlarıdırlar. Dəyərli dostlar, indi soruşa bilərsiniz. Keçənlərdə də deməli, jurnalist xanım Sevinc Osman qızı ilə söhbətimizdə bu sualı verdi və bu sual ətrafında da danışdıq. Bəs necə ola bilər ki, Putin istəyir ki, Ermənistanda Paşinyan hakimiyyətini devirsin. Bəli, istəyir. Amma onu öldürtmək Putinə sərf eləmir. Sırf tək Nikol Paşinyanın öldürülməsi, fiziki məhv edilməsi Putinə sərf eləmir. Çünki Ermənistanda olan Rusiya tamamilə bütün dayaqlarını itirəcəkdir. Paşinyanın yerinə gələcək adam da onun komandasından olacaqdır. Və Paşinyan hakimiyyəti, ümumiyyətlə Ermənistan tamamilə Rusiyadan uzaqlaşmış olacaq və Qərbin bir parçası olacaqdır. Bunu gözə almaq istəmir. Bəli, hakimiyyəti devirmək, bütövlükdə Paşinyan hakimiyyətini devirmək, güya xalqın əli ilə, güya müxalifətin əli ilə artıq başqa bir hakimiyyət Ermənistanda formalaşar, Rusiyaya bağlı bir hakimiyyət. Amma tək Paşinyanın öldürülməsi Rusiyadan tamamilə Ermənistanın uzaqlaşdırılması deməkdir. Ona görə də onu tək fiziki olaraq yox etmək istəmir. Amma İlham Əliyevi tək fiziki olaraq yox etmək istəyər. Çünki onun yerində kim olacaqdır? Mehriban Əliyeva. Ləbbeykə deyən, hər şeyə səssiz, səmirsiz qulaq açan, onsuz da lal olan, indi də laldır Mehriban Əliyeva. Tabe olacaqdır Vladimir Putinə. Buna görə də məsələ buradadır, dəyərli dostlar. Və indi məhz Zəngəzur tankerinin və ümumiyyətlə Rusiyanın sanksiya altında olan gəmilərinin Azərbaycan neftinin Azərbaycan gəmilərlə daşınması, bu da əlbəttə ki, Əliyev bunu istəmir. Bir, elə bil ki, dünya münasibətlərində, dövlətlər arası münasibətlərdə bir fırıldağı ortaya çıxıbdır və Böyük Britaniya indi öz narazıçılığını bildirir Əliyev hakimiyyətinə. Və bir daha onu da qeyd edirəm ki, AXCB sədri Əli Kərimli ilə bu günləri Böyük Britaniyanın Azərbaycandakı səfirinin görüşməsi məhz bu məsələ ətrafında baş verən hadisədir. İndi İlham Əliyev seçim asnasındadır. Ya gerçəkdən öz mövqeyini, öz siyasətini, müstəqil siyasət yürütməlidir, hər şey açıq danışmalıdır, xalqı ilə, başqa dövlətlərin başçıları ilə, həm də Rusiya, Vladimir Putinlə. Amma məncə də geriyə dönüş yoxdur. İlham Əliyev özü də anlayır ki, onun həyatı Putin tərəfindən təhlükə altındadır. 2024-cü ilin dekabr ayının 25-də də Əliyevin təyyarəsi havada GPS siqnallarının çıxarılması məhz onun öldürülməsinə bir mesaj idi. Yəni, öldürülmə ehtimalı var idi. Təbii ki, deməli, prezidentlər təyyarədə uçarkən tam zəmanət onlara verilir, təhlükəsizlik tədbirləri tam görülür, onların təyyarəsinin vurulmasının və yaxud da qəzaya uğradılması asan məsələ deyil. Ölümdən son anda qurtulub təzədən Rusiya məkanında
həmin təyyarə geri qayıda bilib və Qazaxıstana güclə çata bilib. İlham Əliyevin mən təsəvvür edirəm ki, o təxminən yarım saat müddətində Rusiya hava məkanında dekabr ayının 25-də olması, qəza şəraitində olması və özünü, təyyarəsini güclə, zorbələklə Qazaxıstan hava məkanına çatdırması həmin ərəfəni İlham Əliyevi anlayıram, nə hisslər keçiribdir. Yadınızdadırmı? Qayıdandan sonra Əliyev tələm-tələsi Bakı hava limanında bir tədbir, iclas, müşavirə keçirdi. O, Azərbaycan təyyarəsinin, Azalın təyyarəsinin Qrozn səmasında vurulması ilə bağlı deyil idi. İnsanların ölümü ilə bağlı deyil idi. Vecinə deyil Əliyevin Azərbaycan vətəndaşlarının ölməsi, nə qədər şəhidlərimiz oldu, şəhidlərin ailələrinə, qazilərinə baxılırmı? Yoxsa Tərtər qatilliyini Əliyev hakimiyyəti üzərinə götürməyibmi? Onlar eləyiblər. Polis zorakılığı ilə, işgəncələrlə nə qədər insanlar ölür, nə qədər insanlar özlərini yandırırlar, Əliyevin tükü ürpədidir? Yox, sadəcə Əliyev həmin günü özünün öldürülməsindən qorxmuşdu, narahat olmuşdu. Ondan sonra Rusiyaya bir dəfə getmədi. Hər il Rusiyada müxtəlif tədbirlər və yaxud da rəsmi görüşlər, Putinlə görüşlər adı ilə aşağısı keçən illərə bir tarixinə vərəqləyin, baxın, görün, Əliyev neçə dəfə Rusiyaya səfər edibdir. 2022, 2023, 2024, hələ mən keçən illəri deyirəm, lap əvvəlləri demirəm. Amma son demək olar ki, 6 ayda İlham Əliyev səfər etməyib Rusiyaya, heç bir məsələ ilə bağlı etmir. Axırıncı səfərində başına gələnlərdən sonra başı ağrıdı, başı daşa dəydi, anladı ki, Putin ona dost ola bilməz. Hələlik bu qədər. Salamat qalın.